və mövzunu araşdırmağa bugün bizə Yoldasan komandasının baş ustası Taceddin Hüseynov və bizim Afcom MMC-nin baş marketinq meneceri Əli Əhmədov köməklik göstərəcəklər. Hər biriniz xoş gəlmisiniz, axşamınız xeyir olsun. Salam əleykum, hər vaxtınız xeyir olsun. Çox şadam ki, sizlərlə yenidən efirdəyəm. Salam, hər vaxtınız xeyir olsun, günümüz uğurlu olsun. Təşəkkürlər Əli bəy. Necə gəldiniz? Mən həmişəki kimi bəli. Piyada gəlib. Əli bəy avtomobillə gəlib, amma tıxacda qaldığı da hiss olunur. Yes, tıxacdır bəli. Necə fikirləşirsiniz? Ümumiyyətlə Taceddin usta, savadlı kadr bizə lazımdırmı? Əli bəy, çox gözəl mövzudur bu. İnanın ki, mən hətta deyərdim ki, bəlkə qabaqcadan deyərdim ki, belə bir mövzulara toxunmaq lazımdır. Təbii ki, bunun üçün sizə ən böyük təşəkkür düşür ki, həmişə insanlara və sürücülərə lazım olan mövzulara toxunursunuz və bu gün də həmçinin yenə təşəkkür sizə düşür. Minnətdaram, çox sağ olun. Danışırıq, söz bazası bizdə var, amma biz mövzu seçə bilmirik. Gərək siz mövzu seçəsiniz ki, biz danışaq. Peşəkar demişkən, bildiyimiz kimi siz də dəfələrlə şahid olmusunuz ki, bizim servizdə tələbələr var, yəni hansı ki sənət öyrənmək istəyirlər. Ümumiyyətlə bu avtomobil ustası, avtomobil yəni sahəsində usta olmaq istəyən şəxs ilk öncə avtomobilə olan həvəsindən bu irəli gəlir. Yəni dəfələrlə olub müraciət edirlər bizə, papanın dostu, əminin dostu, dayının dostu ki, mən də istəyirəm mənim övladım və yaxud da ki, mənim nəvəm sizin kimi usta olsun, istəyirəm avtomobil ustası olsun. Təbii ki, bu yanlış bir fikirdir. İlk öncə həmin şəxsin, həmin peşəkar olmaq istəyən, həmin ustanın ümumiyyətlə avtomobilə həvəsi olmadığı halda heç bir halda o usta ola bilməz. İlk öncə onun həvəsi olmalıdır avtomobilə. Çünki nə qədər usta var ki, var. Demək olar ki, 90% ustaların usta etməyə məcbur edən onların həvəsi olub. Amma bunu qoyuruq bir qırağa. Təbii ki, bu həvəs olmasa bu usta ola bilməyəcək. Amma yaxşı olar ki, usta olduğu halda, misal üçün bir tələbə gəlib mənim yanımda praktiki olaraq bütün hər bir şey keçir. Mühərrik açılıb bağlanması, askı sistemində olan işlər, elektrik sistemində olan işləri praktik olaraq bunu görür. Amma nəzəri olaraq o heç nə bilmir. Mən özümdən götürürəm. Artıq 13 il idi mən mühərrik yığırdım. Heç nəzəri bildiyim yox idi, savadım yox idi. Amma yığırdım. Yəni əzbərçi kimi yığırdım. Avtomobil yaxınlaşırdı, diaqnozu qoyurdum, onu yığırdım da. Sadəcə burada bir məsələ var ki, mən danışa bilmirdim. Müştəri ilə izah edə bilmirdim. Əsaslandıra bilmirdim. Bəli, əsaslandıra bilmirdim ki, bu hardan qaynaqlanır, necə qaynaqlanır, necə olub. Çünki mənim nəzəri olaraq bildiyim yox idi. Və müəyyən bir vaxtdan sonra məktəbə daxil oldum, oxudum, diplomla da qurtardım. Ondan sonra mən məlum oldu ki, mən heç nə bilmirmişəm bu vaxta kimi. Yəni bu vaxta kimi mən heç nə bilmirmişəm. Əsas məsələ təbii ki, praktikadır, amma nəzəri ilə bir yerdə olanda təbii ki, bu mükəmməl olur. Çünki peşə məktəblərindən bizim yanımıza insanlar, yəni tələbələr yaxınlaşanda mən onlardan soruşum, bu günlər müəllim sizə hansı dərsi keçib? Misal üçün deyirlər askı sistemindən. Mən həmin günü deyirəm get filan ustanın yanına askıda iş görür o. Təsəvvür edin ki, günortaya kimi bu səhərdən günortaya kimi askı sistemindən buna nəzəri keçiblər. Günortadan axşama kimi də gəlib bizim yanımızda askı sistemindən praktika keçir. Bu onun üçün elə bil ki, bir həftənin dərsini bir gündə almış olur bu. Çünki günortaya qədər məktəbdə nəzəri keçib, günortadan sonra gəlib bizim yanımızda praktika keçir. İnanın ki, bir həftənin dərsini elə bilin ki, bu gündə almış olur. Ona görə mən tövsiyə edirəm ki, peşə məktəblərinə tövsiyə edirəm birinci növbədə ki, nəzəri bilikdən nəzəriyə orada keçirlər, düzdür. Amma praktik olaraq peşə məktəblərində praktika yoxdur. Yaxşı olar ki, peşə məktəbləri yəni bizim kimi ustalara müraciət eləsinlər və praktikanı göndərsinlər bizim kimi ustaların yanında praktika alsınlar. Yəni tək söhbət məndən getmir. Ümumiyyətlə o qədər ustalarımız var ki, bizim peşəkar, savadlı, bilikli ustalarımız var. Tələbələri göndərsinlər, onların yanında praktik olaraq dərslərini keçsinlər. Əli bəy, mən istəyirəm bir qədər də sizə sual ünvanlayım. Ümumiyyətlə siz özünüz də kifayət qədər bu işdə zəhmətiniz var, nəyə görə? Çünki kadr hazırlığı, təlimlər keçirsiniz, marketinqlər keçirsiniz və maksimum dərəcədə çalışırsınız ki, peşəkar mütəxəssislər müştərilərin qarşısına çıxarda biləsiniz. Nə qədər çətindir? Hal-hazırki dövrdə avtomobil sektorundan danışırıqsa, avtomobil sektoru Azərbaycanda həm iqtisadiyyatın vacib sahəsidir, həm də daimi yenilənən texniki bilik tələb edir.
Bugünkü problemlər ustaların və satış nümayəndələrinin əksəriyyəti təcrübə ilə işləyir, amma müasir texnologiyalara dair nəzəri bilikləri çox azdır. Çox azdır. Tacəddin ustanın fikirlərinə qarışmaq istəyirəm mən də. Onun fikirləri kimi mən də söyləmək istəyirəm ki, hazırki problemlər bizim gördüyümüz ərazidə, respublikada olan ustalar və satış nümayəndələri arasında olan problemlər, ustaların və satıcıların böyük hissəsi rəsmi təhsil almadan işə başlayırlar. Aha. Təlim və sertifikasiyaları həddindən artıq azdır. Yeni nəsil avtoservis avadanlıqları ilə işləmək üçün bilik çatışmamazlıqları var. Satış nümayəndələrinin məhsulu haqqında məlumatı bəzən zəif olur. Yağların kodlarıdır, təkərin indeksləridir, IP-lərdir, standartlarıdır. Bunlardan çox az məlumatda olurlar, amma satış etməyə çalışırlar. Bu da gətirir müştəri ilə aralarında narazılıq, Bəli, səhv məhsulun verməyi. Müştərinin bir sualına ki, təmsilçi cavab verə bilmirsə və yaxud axsayırsa həmin barədə, müştəri dərhal həmin nöqtədə hiss eləyir ki, bu məhsulda nəsə çatışmamazlıq var ki, bunu bizə problem yaşayır. Bunu təqdim edən adam bu məhsulun haqqında məlumatlı deyilsə, biz bunun tam şəkildə məhsulun haqqında məlumatlı ola bilmərik. Ona da savadlı kadrın hazırlığının əsas istiqamətləri təhsil və təlimdir. Mütləq şəkildə praktikadan öncə təhsil və təlimi mütləq olmalıdır məncə bu sahələrdə. Yəni Tacəddin ustaya dediyi kimi, ya öncədən təhsil alıb gəlməlidir praktikaya, Bəli. ya da əgər praktikası varsa, təhsil almağı da mütləq olmalıdır. Təhsil prosesində də olsa belə praktikası mütləqdir. Mütləq vacibdir. Tacəddin usta dediyi kimi, hardasa təhsil alırsa, onun praktikası mütləq şəkildə peşəkar ustaların yanında gəlib praktikanı keçməlidir. Mütləq şəkildə. Mən də elə fikirləşirəm. Salam Əli bəy, hər bir insanın bir peşəsi olmalıdır və hər bir insanın bir əl bacarığı olmalıdır. Peşəkar insan hər bir sahədə lazımdır. Radiosundan tutun, bunun təhsilindən tutun, düz bunun fəhləsinə kimi. Hamı müəyyən bir sahədə peşəkar olmalıdır. Həqqi peşəkar olmalıdır. O ki, qaldı peşə məktəblərinə, Allah, hamı qurtara bilər. Amma o, necə deyirlər, yemək pişirəndə əlinin duzu. Bax, o əlinin duzu məsələsi olmalıdır ki, sizin ustalar kimi və ya hər öz sahəsində, məsələn, laboratoriya əsası müəyyən bir şeylər əldə eləmişəm, onlar kimi, belə bir şey olsun. Kimisə əlinin duzu olmasa, beyni düzgün işləməsə, beyni düzgün qərarlar verməsə, yəni ali məktəb, akademiya, Oxfordu qurtarsan belə mənası yoxdur. Yəni əlimizin duzu lazımdır bu işdə, məcazi dillə desən. Tamamilə düz buyurursunuz Ramin bəy. Əlimizin duzu olmalıdır vacib şəkildə. Çünki əldə duz olmadı, yəni savad olmadı, bacarıq olmadı, maraq olmadı, heç nə əldə etmək mümkün deyil. Bu mənim şəxsi fikrimdir və sizin də fikirlərlə tamamilə razılaşıram. Tamamilə düz buyurursunuz. Eyni zamanda belə bir bizə hətta yazanlar da var ki, deməli, salam, sizcə yaxşı usta olmaq üçün illər lazımdır, yoxsa doğru mentor? Necə fikirləşirsiniz? Yəni mentor dedikdə ustada, yəni ustaya öyrədən onu nəzərdə tutulur. Bayaq dediyim kimi, yenə sözüm üstünə dayanıram. Təbii ki, usta öyrədir, praktikadan öyrədir, amma mütləq şəkildə Əli bəy nəzəri olmalıdır. Yox, illər lazımdırmı? Onu soruşur. Təbii lazımdır da. O baxır, bilirsiniz necə? Misal üçün götürmə bacarığına. Bəli, misal üçün mənim elə tələbəm olub ki, bir il ərzində özü sərbəst mühərrik yığmağa başlayıb, amma elə tələbə var ki, hələ də yəni mühərrik yığmağa risk eləmir. Yox. O eləsə belə mən risk eləmirəm axı ona mühərrik verməyə. Düzdür. Yəni heç vaxt tələbəyə mühərrik yığdığı zamanı qıraqda çəkilib deyamırıq biz. Təbii. Daima nəzarətimiz altında olur, amma elə tələbə var ki, ümumiyyətlə qorxur. Yəni mühərrik deyəndə yaxınlaşmır da. Çünki özün məndən daha yaxşı tanıyır. Bilir ki, mən bunu heç eləyə bilmirəm. Amma elə tələbə var ki, görsən işləməyə can atır. Çalışır ki, irəli getsin, çalışır ki, qabağa getsin. O tələbələr daha tez öyrənirlər. Bəs Əli bəy, sizin fikrinizcə, misal üçün illərdir praktika keçirsiniz də, fərqi yoxdur. Ustalar olsun, sizdən
yağ almağa çalışan, amma ki yağ haqqında məlumatı yoxdur. Söhbət bilsinədədir. Söhbət ondan gedir ki, yağı satmağı hamı bacarır. Yəni ki, gətir qoy, mən də satacağam. Söhbət ondan getmir. Amma onu savadlı satmaq lazımdır da. Yəni müştəriyə lazım olan məlumatı verməyi bacarmaq lazımdır. Mən belə bir şey demək istəyərdim. Araşdırma apardıqda savadlı kadrların hazırlığının əsas istiqamətlərinin məsələn 4 bölməsini sizə deyə bilərəm. Dinləyicilərimiz də eşidə bilər. Bunun birincisi mütləq bayaq dediyimiz qaydada təhsil və təlimidir bunun. İkincisi praktiki hazırlığıdır. Üçüncüsü satış və marketinq bilikləridir. Dördüncüsü isə sertifikasiya sistemidir. Mütləq şəkildə sonda öz dəyərini öz müştərisinə bildirmək üçün ustalar öz sertifikatlarını göstərməlidirlər. Sertifikatlar da bir çox 3 məsələn növdə ola bilər. Bu sertifikatlar ustalar üçün deyirəm. Ustalar üçün kateqoriyalar sertifikatlarda bir başlanğıc olmalıdır. Bir orta səviyyəsi olmalıdır. Bir də peşəkar sertifikatı olmalıdır. Müştəri də ustanın yanına daxil olduqda, maşınını ustaya əmanət elədikdə, məsələn, onun sertifikatından bilməli ki, bu usta hələ ki başlanğıcdadır və yaxud artıq orta səviyyədədir və yaxud peşəkar bir ustadır. Bu həm xidmət keyfiyyətini artırır, həm də işçinin etibarını artırır. Bilinir ki, məsələn, mənim yaxınlaşdığım usta hansı səviyyədə olan ustadır. Satış və marketinq biliklərini bilmək üçün isə avtomobil məhsullarını satanlar üçün yağ standartlarının izahı mütləq olmalıdır. Məsələn, ustalar yağı təqdimat edəndə onu mütləq şəkildə standartlarını tam şəkildə izah etməlidir. Təkərlərdə də eyni qaydada indekslərini, yük sürətinin, göstəricilərinin, hər şeyini tam şəkildə məlumat verməlidir müştərisinə. Müştərisi ilə də düzgün ünsiyyəti tam şəkildə bacarmalıdır. Satış demək olar ki, ancaq məhsullar üzərində deyil, kimlənsə ünsiyyət quranda da insan özünü satır, özünü təqdim eləyir. Satış demək olar ki, insanın həyatında bütün proseslərdə var. Prosta onu düzgün ünsiyyətdə, düzgün danışıqda, düzgün təqdimatda göstərmək lazımdır. Düzgün göstərmək lazımdır. Yeri gələndə əslində biz belə bir planlamışıq, belə bir fikir, ideya var ki, yeni tələbələrə, yəni bu işə yeni qədəm qoyan tələbələr bir qədər dəstək olmaq və müəyyən bir praktiki təlim, kurs deyək də, belə Tacəddin ustanın kursu, bizdə Elçin Məmiyevin yanında hazırlıq kursu ki, yəni tam bilsiz necədir, onlar gedirlər peşə uşaqlar, peşə məktəbini qutaran uşaqlar. İnformasiyanı nəzəri bilik olaraq öyrəndilər. Amma yekunda informasiya yoxdur. Yəni praktiki olaraq görməyiblər. Və yaxud da sıradan bir şeyi görüblər də. Yəni necə ki mən gedirəm avtomobilin mühərrikin yağını dəyişməyə, görürəm ki dəyişir. Amma proses necə olmalıdır? Nələrə diqqət yetirmək lazımdır? Və bir mühərrik ustasının yanına gələn müştəriyə nə cavab vermək lazımdır? Necə analizlər aparmaq lazımdır? Məncə belə bir addım atsaq, həm yeni nəsil üçün də maraqlı olar. Həm yeni nəsilə də biz dəstək olmuş olarıq və bir cür də bunlara bir təkan vermiş olarıq. Maraq dairəsi. Nəyə görə? Çünki buyurun Əli bəy, buyurun. Biz Avtokom MMC olaraq bütün dinləyicilərimizə və Tacəddin ustaya bildirmək istəyirəm ki, elə sizədir. Bizim Dərnəgül Cəfərxandam 23-də bizim servisimiz var. Bəli. Həm də mağazamız var. Bəli. Siz tanış olmusunuz. Tacəddin ustada inşallah tanış olacaq. İnşallah. Biz bütün gənclərə, bütün bu sahədə fəaliyyət göstərən insanlara dəstək olmağa Avtokom MMC olaraq hər zaman hazırıq. Minnətdaram. Yəni biz bu layihəyə başlasaq, bizimlə çox böyük təşəbbüs. Hər zaman kim müraciət eləmək istəyərsə, kim bizlə əməkdaşlıq eləmək istəyərsə, biz Avtokom MMC olaraq hər kəsin bu sahədə dəstək olmağa hazırıq. Çox gözəl. Onda yaxın vaxtlarda necə deyirlər, bu layihənin üzərində də işləmək olar. İşləyək. Yeri gəlmişkən bizim müəllimimiz də var, peşə məktəbi var, Tacəddin usta tanıyır və Tacəddin usta həddindən artıq peşəkar ustadır. Mən illərdir Tacəddin ustanı tanıyıram. Mən istəyərdim, bizim də peşəkar ustalar var servisimizdə. Mən istəyərdim Tacəddin usta da bizim
radio komandası olaraq, Bəli. həm də illəri tanıdığımız bir usta olaraq, o da həmin proseslərdə iştirak eləsin bizimlə bərabər. Mütləq şəkildə. Baş üstə. Tacəddin usta Başla. necə deyirlər, olmazdan olmaz. Yəni ki, Tacəddin Gənclər ki ustasız var ki, alınmaz. Bu mövzuda iştirak eləmək istəyən gənclər ki var ki, öyrənmək istəyən, məsələn özünü peşəkarlığa doğru aparmaq istəyən. Məsələn biz Avtokom MMC olaraq bizim ustaların xoşuna gələndən sonra, məsələn bütün ustalarımız ona dəyər verəndən sonra, məsələn öyrətdiyi bütün İncəlikləri. incəlikləri, prosesləri onlardan geri ala bildikdən sonra biz Avtokom MMC olaraq onları sertifikatla da belə təşkil eləyə bilərik. Əla, çox gözəl, möhtəşəm. Bu əslində çox yaxşı bir xəbərdir. Bunun üzərindən bir qədər də keçəcəyik. Əli bəy, təklikdə bunu bir müzakirə eləyərik sizlə. Məsəl üçün bizə yazırlar ki, mühərrik ustası olmaq çətindir, yoxsa elektrik ustası olmaq? Ümumiyyətlə avtomobil sahəsində Əli bəy, hər işin özünün çətinlikləri var. Dediyim kimi, əgər insanın öyrənmək istəyənin, peşəkar olmaq istəyənin hansı sistemə həvəsi daha çoxdursa, onun dalınca getsin. Mənim həvəsim mühərrik idi və mühərrikin dalınca da getdim. Və getdim məktəbdə də İMİNli mühərrik ustasını tapdım. Məsud müəllim, burada Məsud müəllim salamlayıram. Biz də salamlayırıq müəllimizi. Məsud müəllimi tapdım və onun bütün dərslərində də iştirak elədim. Hə, söhbət həvəsdən gedir. Bəli, avtomobil sahəsində yalnız həvəsdir. Dediyim kimi, avtomobil ustalarının 90%-i avtomobil olan həvəsi olaraq gətirib usta eləyib. Yazırlar ki, yaxşı usta olmaq, yaxşı usta işinə zəmanət verməlidirmi Tacəddin usta? Təbii ki, ümumiyyətlə bütün ustalar işinə zəmanət verməlidir. Bugünkü gənclərdə səbir azdır, amma ustalıq üçün də səbir əsas şərtdir. Elə. Tamamilə düz deyib. Tamamilə. Birinci növbədə usta işində ola bilsin, işdir, düzgün getməyə bilər və həmin vaxtda bildiyimiz kimi bizim sürücülərimiz dayanmadan sual verirlər. Onların suallarını dəqiq vaxtında cavablandırır və onlara təbəssüm edərək cavab vermək lazımdır. Ən böyük peşəkarlıq bəs budur. Hə, iş getmədiyi halda müştəri gəlir hər hansı bir aqressiv cavab verirlər və müştəri də həmin ustadan yayınır. Bir daha onun yanına getmir. Demək olar ki, Facebookda siz bəyəm görərsiniz bizim klubda. Bəli. Əksər sürücülər, yəni orada mənim demək olar ki, əksər sürücülər peşəkar ustalığımdan yox, onlarla davranışımdan danışırlar ancaq. Təbiəsində elədir. Demək olar ki, təbii ki, peşəkar ustalığım onlara yəni qənaət bəxş eləməsə gəlməzlər, amma əksər yəni sürücülərimiz mənim onlarla davranışımdan danışırlar ancaq. Deyə bilir ki, Tacəddin usta illərlə biz tanıyırıq. Əslində elədir. Hətta söhbət nədən gedir? Bəlkə Əli bəy də təsdiqləyər. Ümumiyyətlə işin peşəkarlığı ilk öncə ünsiyyətdən başlayır. Bir mənalı olaraq. Bəli. Və ünsiyyət bacarığın səni həmən şəxsə həm dost edə bilər, həm düşmən də edə bilər. Düşmən dedikdə yəni burada səndən küsüb incib çıxıb gedə də bilər. Müştəri itə bilərsən, bəli. Və orada səbirli olmaq lazımdır. İstənilən halda. Bir də Əli bəy, bu müştərinin yanına gəlirik, o təbəssümlə qarşılamaq. O artıq elə bir ki, sən müştərini qapdın. Bəli. Yəni belə loru dildə çıxır bu. İstənilən halda fərqi yoxdur. İstənilən halda istənilən məkana gedəndə səni ki təbəssümlə qarşılayırlar ha. Artıq sən orada özünə bir rahatlıq hiss edirsən. Elə bir rahatlıq gəlir sənə. İstəməsən də abrından ucu ona hə demək istəyirsən ki, Mütləq şəkildə. yəni ki, Üstündə elədir. bu adam mənə bu qədər, yəni ünsiyyət göstərir, bu qədər mənə yaxınlıq göstərir, mən buna yox deməyim ucu daha yaxşı Hörmətsizlik çıxır. Düzdür, əslində elədir. Bu əslində ən gözəl yönlərdən biridir. Həm satışda da, həm insan həyatında da, faktorlarda da ünsiyyət ən birinci yöndədir. Yeri gələndə Canlı olaraq sübut burdadır. Əli bəy mənim illər öncə müştərimdir. bəli. Canlı olaraq sübut burdadır. İllər öncə, bəlkə də bir 5-6 il bundan. Biz ilk dəfə deməli Əli bəy ilə tanış olanda görüşə gedib bir oturub bir çay süfrəsində getmişdik, danışırdıq, söhbət edirdik. Əli bəy ilə Tacəddin ustanı görən kimi dedi ki, sən deyir mühərrik yığırdın Volkswagen-də, deyir, hə, mən səni tanıyıram. Yəni söhbət nədən gedir? Bəlkə də Əli bəy pis usta olsaydı, söhbət Tacəddin ustadan getmir də, X bir şəxsdən gedir. Getdiyiniz şəxs pis olsaydı, aqressiv olsaydı, tanısaydınız belə, onu tanınmamış kimi özünüzə bir özə verəcəydiniz. Bu hamı da elədir. İnsan psixologiyası belədir də. Yəni saymaz yana davranacaqdın ki və gedəndən sonra deyəcəkdin ki, ayda mən həmən şəxsi tanıyıram.
Özüm də narahat olardım əməkdaşlıq eləməyə ki, Təbii. yəni ki, bu komandada bir qədər çətin belə olacaq. kadr olmasın. Amma normalda misal üçün mən Əli bəygili tez-tez görüşlərini də görürəm, izləyirəm də, müştərilərin də yanına gedirlər. Müştəri dedikdə yəni sürücü olaraq yox, kim ki əməkdaşlıq eləyir, onların hər birini demək olar ki, mən görmüşəm ki, Avtokom MMC və başda Əli bəy olmaqla hər birini diqqət mərkəzində saxlayırlar və bütün şəkillərdə də hamılıqla gülürlər. Hamılıqla gülümsənir və gülümsəmək də şəkildə baxanda hiss edirsən ki, burada yəni ki, bu şəkilə qədər olan söhbət artıq müsbət nəticələnib. Hamı gülüb, danışıb, ünsiyyət daha normal şəkildə olub və bu maksimum dərəcədə rahat olur da. Mən elə fikirləşirəm. Bizlə əməkdaşlıq edən bir müştəri bizim sonuncu ambarda işləyən nümayəndəmizdən tutmuş, rəhbərimizə kimi hər kəs ondan tanış olub. Yəni bizim kollektivi tam şəkildə tanıyır bizlə əməkdaşlıq edən müştəri. Əsas ona üstünlük verirsiniz. Bəli. İstəyirik ki, bizi tam şəkildə kollektiv olaraq, Avtokom MMC olaraq bütün respublikada bizi tanımaqları bu sahədə, bizim sahədə mütləqdir. Ramin yazır ki, ustalar niyə sabah gətir sözü ilə məşhurdur ay Hacəttin usta? Sabah gətir. Sabah gətir. Yəni gəlirsən, deyir sabah gətir. Əlimdə işim var. Mənim özümdə elə vaxt olub ki, misal üçün bu gün həftənin 2-ci günüdür. Növbəti həftənin 5-ci gününə qədər mənim iş vaxt olmayıb. Yəni belə deyim də, həmin əlimdə hal-hazırda işlədiyim müştəri ki var, onun yerinə özünüz qoyun. Mən onu saxlayıb, sizin işinizi saxlayıb Əli bəyə maşınına baxsam və yaxud da ki, Samir bəyə maşınına baxıram. Sizə necə təsir eləyər? Təbii ki, pis təsir eləyər. Ona görə mənim əlimdə iş var. Mən o işi qurtarmadan növbəti maşın götürmərəm, növbəti avtomobil götürmərəm. Yəni siz elə ustalar demək olar ki, məsuliyyətli ustalardır ki, ikinci bir avtomobili götürmür. Əlində olan avtomobili yığıb sahibinə təhvil verməyincə ikinci avtomobili götürmürsə, deməli o məsuliyyətli ustadır, məsuliyyətli peşəkardır. Əli bəy sual ünvanlayıblar ki, servis sahibi olmaq ustalıqdan çətindirmi? Əslində bu mövzu ilə çox mən rastlaşmışam. Hər hansı rəhbəri olmaq orada işçi olmaqdan daha asandır. Nə bilim, rəhbərlər çox iş görmürlər, amma heç belə deyil də. Yəni onu mən bütün təlimlərimdə demişəm, indi demək istəyirəm ki, bizi dinləyənlər də eşitsinlər ki, yəni bir insan hər hansı rəhbəridirsə, bilin ki, o bütün proseslərdən, bütün əziyyətlərdən orada keçərək gəlib olan rəhbər olur. Yəni heç kəs birdən-birə hər hansı rəhbəri ola bilməz. Bu həyati bir qanundur. Yəni sən çətinlikləri görmədən, bütün orada sənin rəhbərliyin altında olan bir şirkət varsa, o şirkətdə hansı bölmələr varsa, hansı vakantlar varsa, hansı vakansiya yerləri varsa, bil ki, həmin o rəhbər həmin bütün o vakant yerlərində, bölmələrdə öz iştirakını aparır. Yəni mühasibatçılığından tutmuş, satış nümayəndəliyindən tutmuş, ambardarlığından tutmuş, bütün bölmələri bu adam peşəkarcasına bilir ki, hal-hazırda indi bir dəqiqə hansı şirkətin rəhbəridir. Onda Əli bəy belə çıxır ki, bir servis rəhbəri olmamışa qədər gərək sən bu etapları keçəsən ki, sonra rahat şəkildə sən servis rəhbəri olasan. Çünki sizin sadaladıqlarınız ki var, onu ən azından hər birindən az da olsa anlayışın olmalıdır ki, çünki sabahları komanda yığdın və işindən xəbərin olmasa, sən o işi batıra biləcəksən. Heç nədən xəbərim. Öz qurduğun prosesdən məlumatın yoxdursa, necə ki biz satış təmsilçilərinə deyirik ki, satdığın məhsulu tam şəkildə bilməlisən ki, hansısa bir təqdimatda müştərinin elə bir sual olmasın ki, ona cavab verə bilməyəsən. Təbii. Eyni qaydada da işdə də belədir. İş qurduğun bir prosesdə hansısa bir mövzudan məlumatın yoxdursa, sabahları o proses sənin bütün karyeranda çıxacaq qabağa, sənə tramplin olacaq, o keçə bilməyəcəksən. Asimən bəy yazıb ki, salam, axşamınız xeyir, əleykum salam. Əli Əhmədov işində peşəkardır, çox məsuliyyətli, dəqiq iş görür. Təşəkkür edirik. Çox sağ olun. Minnətdarıq və normalda ümumiyyətlə hər bir peşəkar, hər bir işini bilən şəxs bu işə can yandırır və işin maksimum yaxşı alınmasından ötürü əlindən gələni edir. Mən belə fikirləşirəm. Necə ki, illərdir, yəni belə deyək, hər bir usta bir yükün altına girirsə, maksimum dərəcə çalışır ki, onu
tam məsuliyyəti ilə və zəmanəti ilə təhvil versin. Misal üçün bariz nümunələr kimi bəli mən illərdir tanıdığım Taceddin ustanı misal göstərə bilərəm, bizim Elçin müəllifi misal göstərə bilərəm. Sadaladığım ustalar çoxdur. Yəni bizim komandada olan və bizim komandada olmasa da belə tanıdığım ustalar var ki, mən onlar haqqında gedə bilmərəm. Misal üçün bilirəm ki, bu uşaq misal Mehdi usta. Mehdini hamı tanıyır. Bir savadlı elektrik kimi, savadlı işinin peşəkarı kimi hamı tanıyır. Mehdini Mehdi edən Mehdinin zəhmətidir. Mən onun haqqında misal üçün Mehdi əvvəllər işinin hal-hazırda çoxluğundan gələ bilmir, amma söz verib ki, yenə də gələcək. Yəni sözümün canı nədir? Bir insan hər bir fərqi yoxdur. Bir yükü hiss eləyirsə, məsuliyyəti hiss eləyirsə, o məsuliyyəti bildirsə o işin davamı gələcək. Düzdürmü Taceddin usta? Təbii ki, elədir. Bir usta, bir peşəkar, ümumiyyətlə bütün sahələrə aiddir bu. Peşəkar öz işində peşəkar olduqca, müxtəlifdikcə daha da onun məsuliyyəti artır. Daha da artır. Çünki əvvəllər deyək ki, aska sistemində əvvəl iş görürdü. Daha geri-gedə bu genişləndirib keçib mühərrikə. Hər bir işdə özünün məsuliyyəti vardı. Və bayaqki bir suala qayıtmaq istəyirəm, o servis rəhbəri ilə bağlı. Bəli. Amma qısaca xahiş edirəm Tamamilə Taceddin usta. düz buyurdu ki, bütün məsuliyyət, ən böyük çətinlik servis rəhbərliyində bütün məsuliyyəti o daşıyır. Bütün məsuliyyəti, bütün işçilərin gördüyü işin, ora qoyan ehtiyat hissələrin, hər bir şeyin məsuliyyətinin həmin o servis rəhbəri. Sizdə misal üçün bütün komandanın başında Taceddin usta Çünki yanır. özüm Komanda daşıyıram deyə. rəhbəri çətindir. Çünki Çox çətindir. bütün məsuliyyət sizin yanınıza sən görməsən belə hər hansı bir gəlib xırda bir işi, hər hansı bir yağ dəyişimi belə sizin yanınızda edəyir. Mənə Bəli. təqdim edir, məndən də təhvil alır. Onun üçün Bəli. maraqlı deyil avtomobildə Şaban usta işləyib yoxsa Taceddin usta işləyir ya da zabit usta işləyir. Bəli, elədir, əslində elədir. Minnətdaram hər birinizə gəldiniz, mövzunu araşdırdınız və ətraflı şəkildə izah elədiniz. Mən sizi yenə efirdə gözləyirəm və yaxın zamanlarda əziz izləyicilərimiz və dinləyicilərimiz biz yeni layihə ilə qarşınızda olacağıq və mənə də elə gəlir ki, çox maraqlı bir həm təqdimat olacaq, həm də mənə elə gəlir ki, gənc dəstə bir qədər töhfə vermiş olacağıq